planlaşdırılması və eyni zamanda nəticə yönümlü siyasət, belə deyək, strategiyaların hazırlanması üçün olmazsa olmazdır. Mən öz çıxışıma bir kontekstdən başlamaq istəyirəm ki, Cənab Prezident tərəfindən Sosial Tədqiqatlar Mərkəzi təsis olunduqda onun qarşısına qoyulmuş ən önəmli vəzifə Azərbaycan cəmiyyətində baş verən prosesləri öyrənmək və dövlət və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərin inkişaf dinamikasını öyrənmək, tendensiyaları təhlil etmək və cəmiyyətin gələcəkdə necə şəkillənməsi ilə bağlı proqnozlaşdırmanı həyata keçirməkdən ibarətdir. Gördüyünüz kimi burada qoyulan vəzifələr, yəni mərkəzin qarşısında qoyulmuş vəzifələr əslində orta və uzun müddətli perspektivdə cəmiyyətin ən önəmli iqtisadi agenti olan Ailə İnstitutunun cəmiyyətdəki rolu və onun transformasiyası məsələlərinə də xüsusi əhəmiyyət kəsb edir və biz də çox böyük bir fəxr hissi ilə qeyd edə bilərik ki, hörmətli Humay xanımın bilavasitə rəhbərliyi və eforu sayəsində artıq biz 5 ildən çoxdur ki, Azərbaycanda qayğı sosiologiyası, ailə institutu, ailə münasibətlərinin sosiologiyası və eyni zamanda ailə institutunun transformasiyasına bağlı fərqli məsələləri tədqiq edir və araşdırır, müvafiq nəticələri aidiyyatı dövlət institutlarına təqdim edirik. Bunlar çox vacib məsələlərdir. Mənim əruzəm nədən ibarətdir? Qarşılıqlı yardımlaşma nəsillər arası həmləyin başlıca determinantı kimidir. Əsas sosioloji trendlər nələrdən ibarət? Baxmayaraq ki, mən peşəcə iqtisadçıyam, amma son 6 il falandır ki, bu istiqamətdə çalışıram, yəni sosiologiya ilə məşğulam. Onun üçün bəzi məsələləri, yəni trendlərin nədən ibarət olduğunu diqqətinizə çatdırmaq istəyirəm. Artıq bununla bağlı Humay xanım çox önəmli məqamlara toxundu. Birinci növbədə nəsillər arası həmrəylik anlayışına biz diqqət etməliyik və nəsillər arası həmrəylik anlayışı çox multidisiplinar bir anlayışdır və burada əsas məsələ nəsillər arasındakı sosial uyumun səviyyəsini öyrənmək və eyni zamanda bu səviyyənin transformasiyasına diqqət etməkdir. Bu, Azərbaycan perspektivindən baxanda çox vacib bir məsələdir. Niyə görə vacibdir? Çünki biz Azərbaycandakı nəsillər arası transformasiyaya baxsaq, nəsillər arası həmrəylik məsələlərinə baxsaq, heç şübhəsiz Sovet insanının transformasiyasını görmüş oluruq. Yəni, bu auditoriyada əyləşən həmkarların fərqli generasiyalara mənsub olmaları əslində o transformasiyanın özündə əks etdirir. Çox qısa bir müddətdir, 30 illik bir müddət ərzində bu transformasiyanın əsas determinantlarını araşdırmaq, təsbit etmək də çox çətindir. İnkişaf tarixi perspektivindən, inkişaf iqtisadiyyatı perspektivindən baxanda da biz görürük ki, Azərbaycandakı sosial-iqtisadi inkişafı tormozlayan ən önəmli faktorlardan biri də məhz bu nəsillər arası transformasiyada bu ötürücülüyün ağırlıq təşkil etməsidir. Çox təəssüflər olsun ki, bizim sosioloji tədqiqatlar da onu göstərir ki, Azərbaycan insanı generasiyasından asılı olmayaraq bugün etibarilə o Sovet insanın mindsetindən tam şəkildə kənarlaşmır. O mindset qaldığı üçün hesab edirəm ki, yəni hesab etmirəm daha doğrusu, tədqiqatlar onu deməyə əsas verir ki, bu daha fərqli bir inkişaf üçün dinamizmi əngəlləyir. Nədir bu mindset məsələsi və niyə bu belədir? Ötürücülük çox yüksəkdir, çünki dəyişən və yaxud transformasiya olunan ailə institutuna cəmiyyətdə bir mənalı münasibət yoxdur və xüsusilə də mediada, ictimai müzakirələrdə ailə institutunun transformasiyasını bir xaos kimi, bir problem kimi görürük, çoxluq, ağırlıqlı olaraq. Həyəcan təbiri salınır, bəzən sos vəziyyət kimi elan olunur. Amma bu həmin o transformasiyanın ən önəmli tormozlayıcı faktorlarından biridir. Amma biz buna baxsaq ki, bu ailə institutundakı transformasiyanın özü nələrdən ibarətdir? Tendensiya onu göstərir ki, mən postsovet coğrafiyasındakı trendləri danışıram. Təbii ki, qlobal trendlərə toxunmayacağım burada. Postsovet coğrafiyasında ailə problemlərinin təbiətindəki dəyişikliklər ciddi şəkildə nəzərə alınmalıdır. Tendensiya bundan ibarətdir ki, bu dəyişikliklər konvensional rifah problemləri idisə, ki, biz o perspektivdən baxırıq və normalardakı, tutumlardakı, inanclardakı dəyişikliklər idisə,
Yeni trendlər bunun tamamilə əksini göstərir. Yəni ailə problemlərinin təbiətindəki dəyişikliklər bugün texnoloji inkişafla bağlıdır. Hörmətli Umay xanım qeyd etdi. Sosial medianın inkişafı, texnoloji proqresin yaratdığı bir xeyli transformasiya meylləri var. Dəyərlər sisteminə subyektiv və obyektiv baxışların bir-biri ilə uzlaşmaması, bunun müzakirə formatlarının belə tam-tamına oturuşmamasını biz görürük. Xüsusilə də ictimai mediada. Və dəyərlərin mənbəyinə görə dəyişiklikləri biz qeyd edə bilərik burada. Bunlar çox vacib məsələlərdir. Çox detallarına varmaq istəmirəm, vaxtınızı almaq istəmirəm. İkinci məsələ isə ailə aidiyyatı ilə bağlı dəyişikliklərdir. Bu da çox vacib məsələdir. Yəni biz, çox təəssüflər olsun ki, müxtəlif dövlət qurumları koordinasiyalı şəkildə ailə ehtiyaclarının özünün transformasiyasından bağlı ciddi fundamental araşdırmalar aparmırıq. Bəlkə də aparırıqsa çox pərakəndə şəkildə aparırıq. Amma biz dəyişən və yaxud transformasiya olunan ailə institutundan danışırıqsa, burada ailə ehtiyaclarının öyrənilməsi də çox vacibdir. İki önəmli trend var postsovet coğrafiyasında. Bunlardan biri ailə başçılarının bu ehtiyacları qarşılamağa qatılma səviyyəsi hansı səviyyədədir? Boşanmalar, digər ailə problemlərinin kökündə dayanan ən önəmli faktorlar məhz buradan qaynaqlanır. Məsəl üçün, evdar xanımların əməyinin qiymətləndirilməsi müzakirələri tamamilə fərqli skeptik məsələlərlə ya sıxışdırılır, ya da ictimai müzakirələrdə boşanma səbəbi kimi göstərilir. Belə deyək də, haqsız bir mövqe kimi dəyərləndirilir. Amma bu çox vacib bir məsələdir ki, bu ehtiyacların qarşılanmasına qatılma vəziyyəti də ciddi şəkildə öyrənilməlidir. Və bu nəticələr müxtəlif siyasət implementasiyalarında da tətbiq edilməlidir. Yəni, öyrənilməsi yetərli deyil. Mən şəxsi təcrübəmdən onu qeyd edə bilərəm ki, mərkəz olaraq apardığımız tədqiqatların əhəmiyyətli bir hissəsi siyasət implementasiyasında o qədər də effektiv deyil. Çox təəssüf ilə qeyd edirəm. Bunlar fərqli cür implementasiyada oluna bilərdi. İkinci isə ailənin yaşam dönümünə görə ehtiyacların transformasiyası məsələsidir. Yeni qurulan ailə zaman keçdikcə, bu tarixi period keçdikcə onların ehtiyaclarında da bir transformasiya baş verir. Bu transformasiyalar da çox ciddi məsələlərdən biridir. Hesab edirəm ki, növbəti tendensiyalara biz baxsaq, bu tendensiyalardan biri nəsillər arası həmrəyliyin özünə baxışdır. Burada da iki baxış var, mikro baxış var və makro baxış var. Mikro səviyyədə baxışa biz baxsaq, burada görürük ki, ailə daxilindəki fərqli nəsillərin bir-birinə olan dayanışma münasibətləridir. Hörmətli Umay xanımın tədqiqatı tam-tamına buna həsr olunub və sizin hər birinizə də əl çatımlı olduğu üçün onun deskriptiv nəticələrini orada rahat şəkildə incələyə bilərsiniz. Və onu da qeyd etmək istəyirəm ki, bütün suallarınıza yazılı, şifahi formada hər zaman mərkəz olaraq, departament olaraq hörmətli Umay xanımın təmsilində cavab verməyə daha da detallı ikili, üçlü müzakirələrə də açığıq. Makro səviyyədə məsələ nədən ibarət? Mən makro səviyyəyə daha çox diqqət ayırmaq istəyirəm. Bu, cəmiyyət bazında gənc, yaşlı və bu bir arada olan müxtəlif nəsillərin, generasiyaların bir-biri ilə olan və yaxud olması gözlənilən sosial və iqtisadi dayanışma, sosial və iqtisadi həmrəylik münasibətlərini özündə ihtiva edir. Bu çox vacib məsələdir. Bizim rifah barometri deyilən bir tədqiqatımız var, periodik olaraq bunu həyata keçiririk. 2023-cü və 2024-cü ildə biz insanlardan soruşanda ki, sizin üçün yaxşı rifah nəyi ifadə edir? Orada ikinci yerdə qərarlaşan nəticə övladlarının işlə təmin edilməsi və yaxud ailə həyatının qurulmasına, yəni ailə həyatının qurulmasına dəstək olmaq faktorundan qaynaqlanır. Bu əslində genel olaraq götürəndə ikinci önəmli rifah kateqoriyası kimi götürülürsə, nəticə etibarilə makro səviyyədə əslində bizdə həmrəylik var. Bu nə dərəcədə feasible'dır, yəni bu nə dərəcədə edilə biləndir, bu başqa bir mövzudur, tamamilə fərqli bir müzakirə mövzusudur. Amma mən hesab edirəm ki, artıq makro səviyyədə bunu formalaşdırmaq, bunun fundamentini yaratmaq, bunun ideoloji fundamentini yaratmağa bir gərək yoxdur. Çünki toplumsal olaraq biz individual rifahı belə anlayırıq. Bu individual rifahı belə anlamamız əslində bizim nəsillər arası həmrəylik məsələsinə, ailə perspektivindən baxmasını da
şərtləndirmiş olur. Növbəti bir məsələ ondan ibarətdir ki, postsovet coğrafiyasında toplumsal dinamizm də artır. Yəni bu demoqrafik artımla əlaqəli olan bir məsələdir. Toplumsal dinamizm artdıqca gənc nəsillərin problemləri bir öncəki nəsillərin üçün bir növ anlaşılan olmağa başlayır. Yəni biz 10 il bundan öncə öz övladlarımızın problem kimi qaldırdıqları məsələlərə çox skeptik yanaşırdıqsa, dışlayıcı yanaşırdıqsa, bugün artıq elə yanaşmırıq. Burada bir transformasiya var. Bu toplumsal dinamizmin artmasıdır. Mən bayaq qeyd etdim, bu dinamizmin də artmasının əsas determinantı, fundamental determinantı texnoloji proqresdir, kommunikasiyalardır. Tamam, yekunlaşdırırıq. İkinci önəmli məsələ isə sosial dinamizmin artması yaşlı nəsil üçün də, onların da baxış bucağının gənc nəslə təsir mexanizmlərinin də özündə formalaşdırır. Bu da çox vacib bir məsələdir. 2 dəqiqə qalıbsa, mən tövsiyələr barədə danışmaq istəyirəm. Tövsiyələr nələrdən ibarətdir? Azərbaycan perspektivindən baxanda bizim üçün ən önəmli problem, bayaq dediyim kimi, Sovet insanının transformasiyasından bağlı, istər bürokratik səviyyədə, istər, indi Şahin bəy də burada təmsil olunur, qanunvericilik perspektivində, istər akademik çevrədə, akademiyanın təmsilçiləri də var, ekspert cəmiyyəti səviyyəsində, media səviyyəsində bu problemlərə baxış bizim üçün yadlaşıb artıq amma onun genetik kodları bizim üçün münaqişə, konflikt mənbəyinə çevrilib. Problemlər nələrdən ibarətdir? Və bu problemləri həll etsək, əslində bu da tövsiyədir. Birini deyəcəm, çox vaxt yoxdur, artıq 1 dəqiqəm qalır. Bunlardan ən önəmlisi data setlərlə bağlıdır. Yəni, nəsillər arası problemlərlə bağlı data setlər müxtəlif dövlət qurumlarında var. Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin data seti var, İqtisadiyyat Nazirliyinin data seti var, Parlamentin özünün bir data seti var, Gənclər İdman Nazirliyinin bir data seti var və eləcə də bir sürü başqa şeylər var. Akademiyanın tədqiqatları falanı var. Və bizim mərkəzin də bir data seti var. Bu data setlərin daha da təkmilləşdirilməsinə çox ciddi ehtiyac var. 2, formalaşdırılmasına çox ciddi ehtiyac var. Mən var deyirəm, amma əslində yox kimi də qəbul edə bilərik bunu. Formalaşdırdıqdan sonra da ən önəmli məsələ bunların inteqrasiyasını təmin etməyə çox ciddi ehtiyac var. Hesab edirəm ki, bugün biz məsələdən danışırıqsa, bunun ən önəmli tərəfi, yəni qarşılıqlı yardımlaşmanın nəsillər arası həmrəyliyin başlıca determinant kimi görürüksə, data əsaslı dövlət idarəçiliyinə keçmək vacibdir. Cənab Prezident bunu hər zaman vurğulayır. Xüsusilə də 2019-cu il islahatlarından sonra data əsaslı dövlət idarəçiliyinin mərkəzi fəlsəfəsi roluna qoyub. Ona görə də mən hesab edirəm ki, çox tezis və hipotezlər üzərindən yox, daha çox datalar üzərindən məsələləri təhlil etməliyik. Səbrinizə görə və diqqətinizə görə təşəkkür edirəm.